Xanımlar, bu qalın pərdələri də atmışam maşına yumağa, yəni 2 dənədir də. Yuyulsun, götürəcəm da, bunları vurmayacam. Bəzən xanımlar gəlib deyirlər, o nə bilim evinizə uymur, etmir. Onu mən də bilirəm uymur da. Yəni o dəbdə olduğu zaman mən onu almışam. Çox da gözəldir, keyfiyyətlidir. Heç rəngini soldurmayıb, bitirməyib. Yəni indi mənim o qədər problemim var ki, mən necə dəyişim onu? Çünki mənim zövqüm yoxdur. Mən də bilirəm ki, o indi getmir. Amma indi ona rəhmətli yoldaşım əziyyət çəkib, onun qazancını mən almışam. Onu niyə mən atım tez, indi də uşaqların boğazından kəsim, gedim alım. Yəni indi imkan deyəndə alacam da. Ona görə mən yəni istifadə edirəm. Yəni ona əmək sərf olunub, ona verilən qazancı qazanan insan alın təri ilə qazanıb. Ona görə sevə-sevə də istifadə edirəm. Uyusa da, uymasa da. Belə gözəl xanımlar, yenə də persinin kapsulundan istifadə edəcəm. 3 ədəd qalıb. Elə bunları istifadə edib bitsin də. Bunları istifadə edim bitsin ki, ikisi də qalıb. Onlarla da divan örtüklərini yuyacam. Divanımın deməli yastıqlarının, döşəklərini, örtüklərini 2 dəfəyə maşına atacam, yuyulsun. Elə o ikisini də onlara istifadə edəcəm ki, daha bitsin. Nə qədər ki, Viplife'dəyəm, yəni Viplife'də işləyirəm. Viplife məhsullar çox gözəldir. Əvvəldən aldığım məhsullar bir an öncə bitirmək istəyirəm. Belə xanımlar. Dünənləri deməli mən video paylaşdım. Arxa tərəfə qoyuram xanımlar. Çünki burada yazılmışdı yıkama, durulama, sıxma. Yıkama yumaq deməkdir, durulama elə onlar da durulama deyir, sıxma da sıxma da yəni. Yəni yıkama, durulama, sıxma. Yıkama yumaq deməkdir. Elə aydın oldu. İndi xanımlar, mən 15 dəqiqə hızlı yıkamanı seçirəm. Xanımlar yazmışdı ki, o soyuq su ilə yuyur. Mən də elə başa düşmüşdüm. Çünki dərəcə yoxdur axı, dərəcə qızdırma yoxdur. Mən indi bunu buradan dərəcəni qaldırıram 19 dəqiqə. 30 dərəcəyə qoyuram, 23 dəqiqəyə qoyuram, yusun. Gətirib yaxından da çəkəcəm xanımlar, orada yazacaq. Yıkama, durulama, sıxma. Gətirim yaxından sizə çəkim. Məncə 3 dəfə çox deyil, bəlkə 2 dəfə edim. 2 dəfə seçdim xanımlar, 20 dəqiqəyə. Sağ olsun Sabinə xanım, bunların hamısı mənə izah etdi. Bir də gözəl xanımlar, bir dənə xanım mənə yazır, Instagramdan şəxsiyə yazır, çox xahiş edir, deməli, çox xahiş edir ki, yoldaşı xəstəliyi var, biopsi deyirlər, nə deyirlər xanımlar, ondan verməlidir, bu xərçəng xəstəliyinin dərəcəsi müəyyən olunmalıdır, çox xahiş edir ki, onun üçün dua edək, çox xahiş edir. Yoldaşını çox sevdiyini, yaxşı ailənin gəlini olduğunu, yaxşı qaynanası olduğunu hamısını qeyd edir və bütün bu gözəllikləri itirmək istəmir. Yoldaşı üçün bizim çoxlu duamızı, cəm halda dua etməmizi istəyir. Çox xahiş edirəm xanımlar, cəm halda dua edək, həmin xanımın duası Allah Taala qəbul etsin. O qədər xəstəlikdən müalicə olunub sağalanlar var ki, inşallah həmin xanımın yoldaşı da sağalar. Yəni o xəstəliyinin dərəcəsi yüngül olar. Bu gün verməli idilər. İndi veriblərsə də, bilinirsə də biz duamızı edək gözəl xanımlar. Lütfən, xahiş edirəm, cəm halda Allah Taala bütün xəstələrə şifa versin. Məndən xahiş edən xanıma ayrıca bir dualarınızı əsirgəməyin, amin yazın, Allah şifa versin deyin. İnşallah Allah Taala eşidər bizi. Xanımlar, yaxından çəkirəm ki, görəsiniz. Gördünüz xanımlar, yıkama, durulama, sıxma. Yıkama, durulama, sıxma. Yıkama yəni yuyur, duruluyur, sıxır. Yıkama yumaq deməkmiş. Yəni durulamaq yox xanımlar. Elə durulamaq onlar da durulamaq deyirlər.
Sənə niyə köməklə görməli? Sənə mən qurban olum, hə? Sənə mən qurban olum, ay Məlik. Sənə mən qurban olum, ay Məlik. Mənim həyatım. Ay mənim ömrüm günüm. Ay mənim ömrüm günüm. Seni kurban olayım. Diye saçım. Diye saçım gitti. Saçım gitti. Seni kurban olayım ben. Öpüşe. Öpüşe. Gevşek. Gevşek yaş. Seni kurban olayım. Diyen. Diyen görüm. Gene ne ya? Son. Anne. Ne? Şey. Ay. Ay. Yaxşı, demə çıxartacağım sən. Get opsin gətir mənə. Opsin gətir mənə. Hə, onu ver mənə. Ay, sağ ol. Gətir mənə. Gətir mənə. Ay, sağ ol. Gətir mənə. Gətir mənə. Tez gətir mənə. Gətir. Ay. Ay. Ay, şey kurban olayım. Dur, onları da götüreceğim. Dur, onları da götüreceğim. Sənə mən qurban olum, ay Allah balama qurban olum. Xanımlar, o divanı bir neçə video öncə silmişəm, göstərmişəm, stulları silmişəm. İndi bu divanı, hansı ki yastıqları çıxartdığım divanı, deməli siləcəm. Yastıqları, döşəklərin üzlərini çıxardıram. Çıxartmışam daha doğrusu. Pərdələr yuyulur, pərdələr yuyulsun. Sonra 2 dəfəyə də bunları yuyacam başında. Divanı siləcəm. Ona görə yastıqları, döşəkləri aparıb o divardan yığırıq. Məlik də bizə kömək edir. Apar, nənə qurban, apar qoy, nənə qurban. Xanımlar, divanın yastıqlarını, bir də döşəklərin üzüdür. Xanımlar, yenə göstərirəm 15 dəqiqə hızlı yıkama. Bu ama durulama deyil, bu da yumadı xanımlar. Bayaq buna qoymuşam 23 dəqiqə elə qalıb onda. Elə bunları da 23 dəqiqəyə qoyuram. Ya bunları qoy 27 dəqiqəyə qoyum. Qoy yaxşı yusun da xanımlar.
Hər zaman Sabinə xanıma dua edəcəm. Vallahi mən bunları bilmirdim. Bir saata qoyurdum. Belə xanımlar gördünüz. Yıkama, durlama, sıkma. Hem yuyacaq, hem durlayacaq, hem də sıkacaq. Bəh, 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 xanımlar. Günay bişirib yenə. Toyuqdur, kartofdur. Kartoşkadır, toyuqdur. Sobada bişirib. Əllərinə sağlıq. Bir xanım keçən dəfə videoların birində yazmışdı ki, mənə elə gəlir ki, nədənsə mənə elə gəlir ki, bu xanım gəlini icazə vermir yemək bişirməyə. Xanımlar, insafsızlıq etməyin. Hər zaman Günay nə bişiribsə, deyirəm ki, Günay bişirdi. Kanal mənimdir. Mən özümü çəkirəm, öz gördüyüm işləri çəkirəm. Təbii ki, Günay bişirdiyi yeməklər falan olanda hər zaman da deyirəm ki, Günay bişirdi, Günay bu salatı etdi. Bir xanım da yazıb ki, elə hər işi siz görürsünüz, bə gəlindən iş gör. Deyirəm, axı, kanal mənimdir, mən özümün gördüyüm əsas işləri göstərirəm. Zamanım olanda təbii ki, Günayın da gördüyü işləri çəkirəm, deyirəm. Mənim gəlinim ağıllıdır, qaynana gəlin, biz fərqi yoxdur, əl-ələ vermişik. Kim hardan gəldi, işimizi görürük. Maşallah, indi də pişirib. Xanımlar iftara pişirib, şorba da pişirib, mərzi şorbası. Bir də bunu, bəh, bəh, bəh. Amma ilk dəfədir belə göyərti üzərinə doğrayıb səpib, amma xoşuma gəldi. İştah açıcı görünür. Allah hər birimizin orucunu qəbul etsin. Allah Taala bizə qismət etsin. Ramazan ayını sağ-salamat yola salaq. Alın açıq, üzü ağ, günahlarımız bağışlanmış halda, problemlərimiz, çətinliklərimiz həll olunmuş halda inşallah Ramazan ayını yola salarıq. Xanımlar, divanı sildim. İmkan olmadı, çəkə bilmədim. Uşaqlar o tərəfə, bu tərəfə gedirlər, çəkə bilmədim. Üzlərini də yudum, quruyublar. Yəni həyətə sərdik, quruyublar. İndi üzlərini kesirəcəm, döşəkçələrin divan üzərinə qoyacağım, sonra da yastıqlarını. Oldular tərtəmiz. Xanımlar, göstərmişəm hər dəfə sizə. Sadəcə rahat deyil hər dəfə yuyulanda onu etmək. Deməli, bu yastığı görürsünüz də. Yastığın ortasından bu cür. Bildiniz də necə. Bu cür qalın sapla keçməlidir o biri tərəfdən. Gətirib bu biri tərəfdə düyünlənməlidir. Düymə də qoymaq olar. Yəni onu açmışıq yumağa hər dəfə rahat olmur deyə onu etmirəm. Amma etməyəndə də qəşəng görünmür. Amma əslində bu cür olmalıdır xanımlar. Bildiniz də necə deyirəm. Və bu cür. Yuyuldu, oldu gül kimi tərtəmiz. Bəzi xanımlar deyirlər ki, niyə divan üstə bir şey sərmirsiniz? Bu arada xanımlar, deməli, pərdələr axşam yuyuldu. Bunları da axşam yudum. Deməli, atdıq, ziviyə sərdik həyətə qurumağa. Axşamda divanı sildim. İndi bu bir axşamdır. Keçən axşam bunlar olub. Bu indi bu bir axşamdır. Daha doğrusu səhərə yaxındır. Sahur vaxtıdır elə. Belə, bunları keçiririm. Bir stəkan çay içim. Uşaqları qaldırım. Orucumuzu bağlayaq. Belə. Artıq ayın 14-dür da səhv etmirəmsə.
Bunları dünən ayın 12-si gecə bunlar attım. Pərdələr yuyuldu. Ondan sonra dedim bunları açanda bunları göstərdim sizə. Sonra maşın asanda da göstər 12 axşam, 12-si axşam, 13-ünə keçən gecə. Səhər də bu gün yəni dünən 10-cu gün orada götürdük həyətdən. Elə dedim axşam keçirərəm. İndi də keçirmişəm səhərə yaxın. İşlərim var idi, montaj edirdim video falan. Belə gözəl xanımlar, mən günüzdən daha çox gec iş görürəm. İndi də orucam deyə günüz heç halım olmur. Ona görə elə gecə görürəm işlərimi. Xanımlar, bu əslində belə olmalıdır. Buradan belə. İndi onu sabah edərəm də. Buradan belə tikilir, bərşidilir. Bu belə aşağıda qalmır da, belə yuxarıda qalır belə. Divanda oturanda belə qolu qoymağa, rahat olmağa. Belə olanda yastıqlar da rahat yerləşir. Səhər edəcəm. Buradan tikəcəm bura. Belə. Xanımlar, həmçinin buradakı yastıqda. Buradan arxadan belə tikilməlidir. Tikəcəm belə yaxşı düzəldəcəm, əyri olmasın da. Yastıqlar da ona yaxşı yerləşir. Divanda da oturanda, yəni qol qoymağa, rahat olmağa. Belə, oldular tərtəmiz. Divanda hər yerini sildim. Yuyulanları yudum, silinən yeri də sildim. Xanımlar sual verirlər ki, niyə divan üzərini örtük sərmirsiniz? Xanımlar, əvvəllər sərirdim. İndi də məlik var, çıxır, dartır, salır, aləm qarışır bir-birinə. Salırdım da deyəndə sadəcə adyal belə sərirdim. Daha çox yayda. Yayda istər-istəməz elə bil insan tərləyir falan. Üzr istəyirəm. Onda edirəm. Amma qışda yox. Tez-tez yuyuruq, material da çox gözəldir. Heç nə də olmur. Yuyulduqca daha da rəhmətli anam demişkən, gül kimi, çiçək kimi olur. Tez-tez yuyuruq da. Açırıq, yuyuruq. Yəni mən görməmişəm də, buna görə üzdük. Belə də adyal falan da edəndə məlik dartır, salır. Çox rahat divandır xanımlar, çox yumuşaq, çox rahat. Yəni evə qonaq gələn zamanda, yəni üzərində yatır, üzəri çox enlidir. Yastıqları götürürük. Digərləri, hətta evdə çox da, yəni bu xeyir şər olanda Allah Taala evlərimizə hər zaman xeyir iş qismət etsin. Xeyir şər olanda hətta 2 nəfər də yatır. Düzdür, ora biraz qısadır. Orada da yatan olub, bu tərəf uzundur, bu tərəfdə də yatan olub. 2 nəfər yəni yatıb. Yastıqları götürürük, geniş olur. Belə çiçək kimi, gül kimi oldu. TikTokda bir izləyicim yazmışdı ki, daimi izləyicimdir, YouTube'dan məni izləyir, Instagramdan da izləyir, TikTokda da. Yazmışdı ki, mən deyirdim uşaq olandan sonra, yəni ev biraz dağınıq olar, amma olmur. Yox xanımlar, yəni Məlik ağıllı uşaqdır, nə deyirik onu edir. Yəni evdə dağınıqlıq olur, oyuncaqları. Məsələn, öz otaqlarında açır dolabı, tökür yerə. Məsələn, mənim də otağıma gələndə tökür. Yəni o başqa. Uşağa həddindən artıq qada-qada qoymaq olmaz. Düzdür, mən deyəndə olmaz, etmir. Amma birdən arada uşağa sərbəstlik vermək lazımdır da. Amma yoxsa yesin, o uşaqlar var, yeyir, sürtür. Məncə o uşağı düzgün yönləndirmək lazımdır da. Yesin, hara gəldi, sürtsün, çirşiləsin, elə bir şey yoxdur. Oturur bir yerdə yeyir, vəssalam. Sadəcə hə, uşaqdır da, onu atır ora, bunu atır bura, o da 2 dəqiqədə tez yığırıq oyuncağıdır, ya nədirsə, vəssalam. Yoxsa çirş eləsin, lək eləsin, əlindəki yeməyi ora sürsün, yox, elə bir şey yoxdur. Mən deyirəm, olmaz, olmaz. Yəni, elə deyirik, olmaz, olmaz. Xanımlar, 14 mart 04:57 dəqiqədir. Deməli 06:35 dəqiqədə, yəni azandı. Mən bir stəkan çay içəcəm. 35-40 dəqiqə vaxt var. Bir stəkan çay içəcəm. Çox çay içirəm, iştaham olmur. Belə gözəl xanımlar, mən mərci çox istəyirəm, yəni canımdan çox istəyirəm. Əzizləyirəm də, ərşöyünlədirəm də, amma
mənim ciddi tərəfim də var. Mən ciddiləşəndə məni yox sözünü bilir. Olmaz, olmaz. Bilir. Nənəsi ona qurban. Belə gözəl xanımlar, gedim, bir stəkan çay içim, orucumu bağlayım. Allah Taala hər birimizə kömək olsun. Orucumuzu, namazımızı, bütün ibadətlərimizi öz dərgahında qəbul dərəcəyə çatdırsın. İnşallah ki, sağ-salamat iftara yetişdirər Allah Taala bizləri. Kimin nə problemi var, nə çətinliyi var, hər zaman dualarımdasınız xanımlar. Kim məndən istəyir, dua etməyimi istəyir. Zaten müminin silahı duasıdır. Hər birimizin silahımız duamızdır. Əlimizdən gəldiyi qədər başqaları üçün, çətinlikdə olanlar üçün, problem olanlar üçün, xəstələr üçün, övladı olmayanlar üçün, əskərlərimiz üçün, yəni hər zaman dua edək. Allah cəmi balalarımızı qorusun. Allah cəmi övladları qorusun. Allah Taala hər birimizə kömək olsun. Amin Allah. Nənələrimizdən, analarımızdan eşidərdik, hər zaman deyərdilər ki, Allahın dərgahının, Allahın qapılarının açılan vaxtıdır, belə deyərdilər qocalar, yaşlılar. Allahın dərgahının açıq vaxtıdır, yəni dua edilən zamandır, duaların qəbul olunan zamanlarından biridir, sübh namazına yaxın, yəni duaların qəbul olunma vaxtıdır, olunma vaxtlarından biridir. Yəni bu vaxtda açılan əllərimizi inşallah ki, Allah Taala geri çevirməz, etdiyimiz duaları inşallah ki, qəbul edər. Amin Allah.